Hər vaxtınız xeyir olsun, gününüz xoş keçsin inşallah. İki bayramı birdən qarşılama həyəcanı ilə qoyuldum işə. Bu Novruz bayramından bir gün öncədir. Sabah tezdən yeməyi hazırlayıb, gözəl səhər yeməyi yedikdən sonra başlayıram işlərə. Bugün bayramın ən məşhur şirniyyatlarından olan şəkərbura və paxlava hazırlayacağam. İlk olaraq şərbəti hazırlayıram ki, paxlava hazır olana qədər artıq soysun. Hadrut balı ilə hazırlayıram. Reseptlərini tam bilmirəm, göz qərarı eləyirəm çünki neçə vaxtdır yəni paxlava hazırlayıram və bunu göz qərarı edirəm. Yaxşı da alınır. Sonra keçirəm içliklərini hazırlamağa, amma istəsəniz yenə də reseptini verə bilərəm. Birini, yəni şəkərburanınkini fındıq lələdim, paxlavanınkini qozla. Mən sevdiyim ədviyyat darçındır. Darçından başqa heç bir şey əlavə etdim. İkisinə də şəkər tozunu əlavə edib, darçını əlavə edib, daha doğrusu fındığa darçını əlavə eləmədim. Qarışdırıram və qoyuram biraz bir-birlərinə yaxşıca qarışsınlar. Bu il bayramı o qədər həvəslə etmədim deyə, həqiqətən də o insanın ürəyindən gəlir. Əgər ürəkdən istəməyərəkdən edirsənsə, şirniyyatlarında həqiqətən də yaxşı alınmır. Bu il məndə şirniyyatlar o qədər də yaxşı alınmadı. Bu il bayramı sadəcə çəkiliş üçün, yəni sizlərə göstərmək üçün etdim. Nənəm rəhmətə gedib və qəlbimdə o narahatçılıq, o kədər var deyə düşünürəm ki, bu da şirniyyatlarıma yansıdı. Allah qismət eləsə, gələn il daha yaxşı, daha canlı, daha maraqlı olar. Və beləcə içliklərimi də hazırladım. Demək olar ki, şərbətim də hazır idi. İlk olaraq keçid edirəm paxlavanın xəmirinə. Həmişəki kimi göz qərəli hazırlayıram. Yenə də deyirəm, reseptini verə bilərəm, ancaq tez-tez hazırladığım üçün artıq nə qədər qatanda daha yaxşı olur, bunu bilirəm. Paxlavanı qəşəng hazırlamağıma baxmayaraq, şəkərburada o qədər də bacarıqlı deyiləm. Dadı çox qəşəng çıxır, dadına söz ola bilməz. Amma forma cəhətdən, görünüş cəhətdən, həmçinin üzərində çox qızardıram. Heç cürə o internetdə gördüyüm tip alınmır. Hər il bayramda bu il öyrənərəm deyib elə başlayıram işə. Hər ildə nəsə bir problem çıxır. İnşallah ki, bir gün öyrənəcəyimi düşünürəm. Bəlkə də tez-tez hazırlasam daha yaxşısını alındıra bilərəm. Amma tez-tez hazırlamıram. Sadəcə bayramdan bayram edirəm. Beləcə paxlavamın xəmiri artıq hazır idi. Qarışdırdım və qoydum yarım saat soyuducuda qalsın. Keçid edirəm şəkərburanı hazırlamağa. Bunu internetdən baxıb edirdim. Qramına qram etdim ki, yaxşı çıxsın, qəşəng qalsın. Çünki çəkilişini edirdim. Bu dəfə döyməcə üsulu elədim. Bu daha çox qalır və daha yaxşı çıxır. Yəni bunu edirsənsə, mütləq ki, şəkərburan qəşəng alınır deyə bildirmişdilər. Ancaq yenə mənə təsir eləmədi. Düşünürəm ki, mən xəmirini daha boş yoğururam. Ona görə də bəzəyi yaxşı tutmur. Mənim üçün bu bayramın tam fərqli ab-havası var idi. Çünki bunu Qarabağda qeyd edirdik. Həqiqətən də Novruz bayramının yeri kənd yeridir. Həmçinin də Qarabağda deyə bilərəm. Havası vururdu Novruz bayramının, demək olar ki, həqiqətən də yaz havası, çiçəklər açmış. Ocaq qaladıq, çox gözəl şəkildə bayramı qeyd elədik. Çox belə deyim, hiss elədik bayramı Qarabağda. Gecədən buğdanı da təmizləmişdim, qəşəngcə buğdanı yudum. Həm qonşum üçün edirdim, həm özüm üçün. Özüm üçün südlü elədim. Qonşum üçün isə südsüz, o süddünü sevmir. Qonşumunkün yudum, qurutmaq üçün süfrənin üstünə sərdim. Özümünkünə isə süd qatıb 2 gün gözlətdim. Buğda südü canına çəkir, çox dadlı olur. Amma yenə də deyərdim ki, ənənəvi üsulla, yəni süd qatmasaq daha da yaxşı olar. Amma mən südlü sevirəm, düşünürəm ki, belə daha dadlıdır. Xəmirləri soyuducuda gözlətdikdən sonra ilk olaraq şəkərburanın xəmiri ilə başlayıram ki, biraz həvəsli olum. Bəlkə həvəsli olsam daha yaxşı hazırlayaram deyə. İlk olaraq kündələrini hazırlayıram. Bura qədər hər şey yaxşı gəlir, xəmiri də normaldır. Düşündüm ki, tam fərqli çıxacaq. Yenə hazırlayıram. Burada mən nədən xəbərsiz bunu hazırlayıram? Evdə naqqaş yoxdur və mən qonşuya güvənib naqqaş almamışam. Hansı ki, şəkərburanı bəzəmək üçün. Rahat-rahat fikirləşirəm ki, hazırlayım, doldurum. Qonşuya gedəcəm, qonşudan alıb gətirib bəzəyəcəm. Sağ olsun qonşum da qəşəng gedib rayona. Mənim də şəkərburalarım artıq hazır. Getdim qonşuya, qonşu evdə yox. Məcbur nə ilə eləsəm yaxşıdır naxşı.
İzləyin, görün. Şirniyyat hazırlamağı çox sevirəm. Düşünürəm ki, mənə huzur verir. Nəinki şirniyyat, xəmirlə olan hər bir yeməyi sevirəm və bişirməyi də sevirəm. Ona görə də səhifəmdə tez-tez xəmir yeməklərimi görəcəksiniz. Bu arada bunu da bildirim ki, əgər videolarım maraqlı olursa bəyənib, həmçinin də kanalımıza abunə olmağı unutmayın. Mənə bu şəkildə dəstək olduğunuz zaman daha həvəslənirəm, daha da tez-tez vloqlar çəkməyə çalışıram. Bilirəm ki, uzun vloqlar daha çox sevirsiniz. Burada da biraz çətinlik çəkirəm. Şəkər buranın içini doldurarkən, amma neysə, bu müvəqqəti çətinlikdir. Düşünürəm ki, öz aləmimdə indi naxışı vura-vura deyirəm, ay Allah, nə qəşəng naxış vururam. Bəlkə də ən çirkin naxışı vururam ki, hansı ki, sonra girib internetdə şəkər buranın naxışına baxanda görürəm ki, hələ mənimki çox iridir. Buna baxmayaraq özümü həvəsləndirib işimə davam edirəm. Naqqaşın olmadığını yadıma salıb keçirəm qaş naqqaşı ilə bəzək vurmağa. Çünki başqa çarə yox idi. Bunu da sağ olsun yoldaşım yadıma saldı. Elə bəzəksiz də hazırlayacaqdım. Amma təbii ki, görünüşü yaxşı olmayacaqdı. Yenə baxıram ki, çox da qəşəng bəzəməmişəm. Nəysə, keçirəm paxlavanı hazırlamağa. Həmişə paxlavanı çox möhtəşəm kəsirdim. Həmişə soruşurdular ki, sən bunu necə kəsirsən? Bilmirəm, bu dəfə mənə nə oldu? Yenə paxlavanı da qəşəng kəsə bilmədim. Biraz elə bir iri-iri elədim. Əslində xırda-xırda eləyirdim mən həmişə. Qəşəng çıxırdı. Hər halda bu fikirdəndir. Və yaxud da kədərdəndir. Ona görə də yaxşı çıxmadı. Yenə kədərin üstünə atdım. Görüm gələnin nəyin üstünə atacağam. Beləcə şəkər buralarımın son halına baxıb çox məyus oluram. Artıq xəmirim qalmışdı balaca. Qoğallar elədim. Qoğal, inanın ki, ən dadlı qoğal çıxmışdı. Çox qəşəng alınmışdı. Beləcə sizə içlərini göstərirəm. Şəkər burada dadlı çıxmışdı. Paxlava da qəşəng çıxmışdı. Amma ən dadlısı qoğal idi. Çox dadlı olmuşdu. Amma görünüş cəhətdən yenə paxlavanın üzünü biraz ötdürmüşdüm. Şəkər burada gördüyünüz kimi. Oğlum da burada kömür yeyir. Bilmirəm niyə bu kömürü çox sevir. Sağ olsun. Sonra mən başa düşür, verir kömürü mənə. Bilirəm onu. Bir ağıllı bol. Və bayram günü keçirik yumurta boyamağa. Mən təbii üsulla, yəni adət-ənənəyə sadiq qalaraq, müasir üsulla yox, təbii üsulla hazırlayıram. İlk olaraq göyərti ilə elədim. Dedilər ki, göyərtinin rəngi çıxır. Amma düzün desəm, o qədər də qəşəng çıxmadı. Yaxşı alınmadı. Həqiqətən də göyərtinin rəngi çıxmır. Nə günə saldım ki, göyərtinin bir damcı rəngi çıxsın, amma çox da rəngi çıxmamışdı. Sonra soğanla etdim. Ən gözəli soğanla alınır. Düşünürəm ki, ən gözəl rəng də soğan rəngidir. Sonra sarı köklə etdim. O da qəşəng deyil. Deyəsən zəncəfillə etməlisən, sarı köklə yox, tam bilmədim. Zərdəçal yox, zərdəçal. Ondan edəndə deyir daha yaxşı olur. Sonra keçirik qonşumuza. Qonşumuzda da hansı ki o qurutduğum qorğalar var idi. Onları qəşəng qovururuq. Ocağın sacın üstündə çox dadlı oldu. Həmçinin də çox maraqlı bir vaxt keçdi. Düşünürəm ki, onu yeməkdən çox hazırlamaq insana zövq verir. Beləcə Hadrutun havasını ala-ala dağ mənzərəsində qovurğamızı da hazırladıq. Yavaş-yavaş keçid edirik bayrama. Axşama hazırlaşırıq. Biz axşam nələr gözləyəcək? Axıra qədər izləsəniz biləcəksiniz. Burada da mən qonşuma yüngülvari kömək edirəm. Ən böyük köməyim dəsə mənim çəkməyimdir. Ancaq belə deyim də altını yandırdım. Sağ olsun qonşum qovurdu. Çox qəşəng çıxdı. Biz içinə biraz da küncüt qatırıq. Bir də ən gözəli tut qurusu olur. Tut qurusu qatdığımız zaman dadlı olur. Təəssüf ki, tapa bilmədim. Bu il inşallah gələn il hazırlayaram. Beləcə qəşəng süfrəmizi hazırladım. Mən əlavə yumurtaları salfetka ilə də çox qəşəng hazırlamışdım. Hansı ki, bunu Instagram səhifəmdə bölüşmüşdüm. Salfetkanın güllü bəzəyini vurmuşdum yumurtanın üstünə. Çox qəşəng alınmışdı. Və ilk papağımız atıldı. Qəşəng papaqların içini doldurdum. Hərəsinə də bir yumurta qoydum. Düşünürəm ki, yumurta ən sevdikləri olar. Bizim uşaq vaxtı papaqda yumurta çıxdığı zaman ən sevdiyimiz bir şey idi. Düşünürəm, indi də uşaqlar yumurtanı sevər. Bəlkə də dəyişib, devir dəyişib. Bəlkə də sevməzlər. Beləcə tonqala gedirdik. Qonşum üçün də padnus hazırladım. Bizdə adətdəndir ki, qonşuya getdiyimiz zaman ümumiyyətcə hər bir qonşuya nə üçün gediriksə gedək, həmin günü
paylaşma günüdür. Hərə bir padnosu doldurur, qonşusuna aparır. Burada birinci qohumumuz olan qonşumuza gedirik. Burada da ikinci tonqal olan qonşumuza gedirik. Böyük tonqal yandırırdıq burada. Qəşəng çəkilişlərimizi elədik. Yumurtamızı döyüşdürdük. Qonşumun yumurtasını da aldım. Yenə mən güclü çıxdım. Oğlum da burada müdaxilə edir. İstəyir o da döyüşdürəm. Beləcə oğlum qonşuya papaq atmışdı. Sağ olsun qonşumuz da doldurmuşdu için. Elə oğlum yarıda yemək istəyirdi. Burada da uşaqlar papaq atmaqdan gəlirlər. Dedim gəlin sizi də çəkim. Məşhur olun. Uşaqları görəndə elə istəyərdim ki, uşaq olum, yenidən gedim, o papağı atım. Utanmasam bu yaşımda da papaq ataram. Ən sevdiyim Novruz adət-ənənələrindən biridir. Bir yumurta döyüşdürmək, bir də papaq atmaq ən sevdiyimdir. Təəssüflər olsun ki, artıq böyümüşəm. Bir ailəyə sahibəm və bunu edə bilmirəm. İnşallah ki, evladım edər bundan sonra. Amma çox gözəldir belə bir adət-ənənəyə sahib olmaq. Burada da artıq ikinci gündür Ramazan bayramımıza hazırlaşırıq. Artıq süfrəni də açmışam. Biraz Ramazan bayramından qısa çəkilişlər eləmişəm. Burada yemək falan hazırlamışdım. Çox qəşəng bir salat da hazırlamışdım. Dekorlarım, şamlarım, hər şeyim hazır. Beləcə axşam süfrəsinə oturduq və Ramazan bayramımızı qeyd elədik. Rəbbim tutulan bütün orucları qəbul eləsin. O qədər danışdım ki, artıq dilim dolaşır. Rəbbim günahlarımızı bağışlasın bu aya xatir. Möhtəşəm bir bayram keçirdik. 2 bayram bir arada möhtəşəm oldu. Mənim üçün Novruz bayramını sevməkdə səbəbim qədim adət-ənənəyə sahib olmasıdır. Bu da məni, belə deyim də, qədimiliyi daha çox sevdiyim üçün məni tamamlayır. Bundan zövq alıram. Ona görə mən müsəlmanam, Novruzu keçirməyəcəm deyə düşünmürəm. Yəni inanclarda inanmıram. Ancaq ki, hansısa məsəl üçün yumurta döyüşdürməkdir və yaxud da digər adət-ənənələrdir, hazırlaşmaqdır, səməni hazırlamaqdır. Bunları sevərək edirəm. Nəyəsə inanaraq yox. Sadəcə mənə uşaqlığımı xatırladır, qədimiliyi xatırladır. Ona görə də sevərək bu bayramı da keçirirəm. Təbii ki, Ramazan bayramı da müsəlman bayramı, bizim bayramımız olduğuna görə sevə-sevə keçirirəm. Ancaq yeni il haqqında bunu deyə bilmərəm. Burada da ata-bala bayramlaşırlar. Allah bizə hər zaman sağ can versin. Gözəl bayramlar keçirək. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Var olun.